energetik içki qəti qadağandır. Birinci bunu deyirəm. Yəni bir dənə belə olmaz. İçsən valideynlərinə qarşı haqsızlıq edirsən. Bu rayona gedəndə icazə almışdın mı? Uşaqların hamısı almışdı. Almışdı deyəndə bu büyüklərimiz üçün özü də bilir ki, Mənim oğlanlarım, birinin 11 yaşı var, birinin 10 yaşı var. Onlar energetik içkinin dadını belə bilmirlər. Onlar bilər ki, o bizim ailədə qırmızı limon. Mən də yoldaşım vallahi bilmirik. Mən o o indi götürdüm. İşte kısacası bak, energetik içkinin bunu yaratma ihtimali çok büyüktür. Если o peribarşit eləyibsə, deməyəcək təbii ki. Siz mama kimi onun şeylərin üstünü malamalı. Əgər bilirəm ki, düzü deyən ki, peribarşit bu elə şeydir ki, həkim bilməlidir. Həmin səndə. Energetik deyəndə tam gazirovka da əslində içməməlisən. Bax, biz onsuz bu dəqiqə hər şeyi dayandıracağıq. Fantanı da dayandıracağıq, твоим сведению, kolanı da dayandıracağıq. Bütün McDonald's daxil, bütün zərərli qidaları dayandıracağıq. Bax, sənin ürəyində mənim gördüyüm şey yüngül şey deyil. Mən daha bunu gözləmirdim görməyi. Понятно? Deməli, biz nə ilənsə səhv edirik. Nəysə pozur. Düzdür, mən MRT-ni də elətdirəcəm. MRT normal çıxsa, bütün günah sənin özündədir. Sən nə ilənsə pozursan. Nəysə nepravil edirsən. Yaxşı? Sən deyə bilərsən ki, mənim 10 dənə dostum var, məsələn də. Niyə 50-də, 50-də filan kəsdə yoxdur, eminim. Sənin ürəyin həssasdır. Demək, sənə olmaz.